Azərbaycan xalqı 2-ci Dünya müharibəsində həm döyüş meydanında, həm də arxa cəbhədə əsl şücaət və əzmkarlıq göstərdi. Bu qəhrəmanlığın böyük hissəsi xüsusən də Bakının ətraf qəsəbələrinin payına düşürdü. 2-ci Dünya müharibəsində 727 nəfərin şəhid olduğu Balaxanı qəsəbəsindəyik. Burada olmağımızın səbəbi isə müharibə dövründə qəsəbə sakinlərinin istifadə etdiyi sığınacaqları görmək idi. Balaxanı qəsəbəsində yerləşən 1941-45-ci illərdə istifadə olunan bu sığınacaq 100 nəfər üçün nəzərdə tutuldu və maraqlısı odur ki, müharibə zamanı burada yalnız Balaxanı qəsəbə sakinləri qorunmayıblar. Bu sığınacaqda həmçinin də mədən işçiləri müharibə zamanı qorunublar. Bu isə təsadüfi deyildi. Alman komandanlığı 1941-ci ildə Bakının tutulmasına çox böyük əhəmiyyət verirdi. Bakının neft mədənləri Hitler Almaniyasına çox lazım idi. Artıq 42-ci ilin sentyabrın 25-də Alman komandanlığı planlaşdırdığı üçün Bakı tutulmalı idi və belə bir vaxtda Sovet rəhbərliyi Bakı yaxınlığında istehkamlar, müdafiə qurğuları yaratdılar. Və o cümlədən bax bu sığınacaq o dövrdə salındı. Neftlə zəngin Balaxanı strateji cəhətdən mühüm əhəmiyyət kəsb edirdi. Qəsəbədə yerləşən 5 mədənin ərazisindəki sığınacaqlar da bu cəhətdən labüd idi. Bu sığınacağın əsas məqsədi tikilməkdə, məqsədi yaradılmasında məqsəd o idi ki, həm müharibə vaxtı, həm də sülh şəraitində insanların hər hansı bir mülki müdafiə təhlükəsinə qarşı insanların həyatının qorunması, nəinki Azərbaycan vətəndaşlarının, eyni zamanda xarici vətəndaşların. Mədən ərazisində tək sığınacaq bu deyildi. Daha bir sığınacaqda da olduq. Balaxanı qəsəbəsində yerləşən bu sığınacaqdan isə sırf mədən işçiləri istifadə ediblər və bu sığınacaqda diqqət çəkən məqamlardan biri də telefon qovşağının olması oldu. Təbii ki, bu qovşağın olması isə təsadüfi deyildi. Fövqəladə vəziyyətdə mədən işçiləri məhz bu telefon vasitəsilə bir-birləri ilə əlaqə saxlayıblar. Yerləşdiyimiz bu sığınacaq 20-30 nəfər insanın burada daldalanmasına, qorunmasına, mühafizə olunmasına kömək edir. Gördüyünüz kimi sığınacaqda mülki müdafiəyə aid olan və insanların həyatını mühafizə eləmək üçün, insanların həyatını qorumaq üçün avadanlıqlar yerləşdirilibdir. Sığınacağın hava təmizləyici qurğu, rabitə əlaqəsi, sanitar gigiyenik qovşaq və su ehtiyatı ilə təmin olunması onu göstərir ki, fövqəladə hallar zamanı insanların müdafiəsi üçün sığınacaqdan istifadə etmək mümkündür. Olduğumuz digər sığınacağı fərqləndirən isə idarəetmə mərkəzinin mövcudluğudur. Belə ki, fövqəladə hallar zamanı insanların təxliyəsi, diskalasiya yerlərinin dəyişdirilməsi üçün bütün imkanlar var. Ümumilikdə isə qəsəbədə ondan artıq sığınacaq var. Bunların bir qisminin hazırki potensialı qiymətləndirilir və təmir məsələləri planlaşdırılır. Digər qismində isə həm sakinlərin, həm də mədən işçilərinin sığınması üçün şərait mövcuddur. Vüsalə Məmmədzadə, Fariz Şıxəlizadə, Fərid Babayev, ASTV xəbər.